Uşaqlar, Word mətin prosessoru Word mətinlərlə işləmək üçün nəzərdə tutulur. Mətinlərlə işləmək üçün. Ümumiyyətlə uşaqlar, bizim proqram təminatından dediyim kimi bir mətin redaktor anlayışı var idi. Bir də mətin prosessor anlayışı var. Mətin redaktoru ilə mətin prosessorunun fərqi nədədir? Mətin redaktorunda dedim formatlaşdırma olmur. Formatlaşdırma olmur. Formatlaşdırma da demişdim nədir? Yazının xarici görünüşü. Yazının rəngini dəyişmək, ölçüsünü dəyişmək, tipini dəyişmək. Daha doğrusu yazının ölçüsünü dəyişmək, qalınlığını, bold, italik, underline, yəni belə yazının xarici görünüşü, yazının formatı adlanır. Və yeganə bizim dedim bir dənə mətin redaktorumuz var ki, o da Notepad proqramıdır ki, uşaqlar. Notepadda formatlaşdırma olmur. Notepad dedik, yeganə mətin redaktorudur uşaqlar. Burada formatlaşdırma olmur. Sən ancaq burada yazını yaza bilirsən. Nə bunun rəngini dəyişə bilərsən, nə ölçüsünü dəyişə bilərsən, nə tipini dəyişə bilərsən. Heç nə eləyə bilməzsən. Yazının bu xarici görünüşünə uşaqlar heç bir şey eləmək olmaz. Bax ona görə də Notepad mətin redaktoru adlanır. Çünki burada formatlaşdırma olmur. Amma Word uşaqlar bizim üçün mətin prosessorudur. Çünki Word-də formatlaşdırma olur. Yəni sən istəyirsən bax bu yazının rəngini də dəyişərsən, tipini də dəyişərsən, ölçüsünü də dəyişərsən, nə ürəyini istəyir burada ona çıxara bilərsən. Bunlar uşaqlar hamısı formatdır, yazının formatı. Yəni yazının xarici görünüşü. Bax ona görə də Word mətin prosessoru adlanır. Yəni burada formatlaşdırma olur. Və Word uşaqlar bizim üçün mürəkkəb sənəd adlanır. Mürəkkəb sənəd nədir? Özündə yazı ilə bərabər həm də şəkil falan saxlaya bilirsə, yəni özünə aid olmayan obyektləri, şəkil, cədvəl, belə bir şeylər saxlaya bilirsə, artıq onun üçün mürəkkəb sənəd adlanır. Word onun üçün, bizim üçün mürəkkəb sənəddir. Özündə yazıdan başqa şəkil falan da saxlaya bilir. Aydındır uşaqlar hamıya? Aydın. İndi uşaqlar, Word-də üzərində işlədiyimiz adlanır səhifə, yaddaşa verdiyimiz isə adlanır sənəd. Yaddaşa verdiyimiz isə adlanır sənəd. Ona görə Word sənədi yadda saxlandıqda dokument bir adıyla yadda saxlanılır və genişlənməsi .x olur. .x, dokument x. Və Word-ün ən minimal elementi hər hansı yazdığımız bir dənə simvoldur. İstənilən bir simvol. Deməli, Word-də üzərində işlədiyimiz səhifə, yaddaşa verdiyimiz isə sənəd adlanır. Uşaqlar, səhifə ilə sənədi qarışdırmayın. Bu bizim üçün Word səhifəsidir. Üzərində işlədiyim. Yaddaşa verdiyimiz isə adlanır sənəd. Dokument bir adıyla yadda saxlanılır susma halında. Və uşaqlar, məsələn, desələr bu Word səhifəsidir, yoxsa Word sənədi? Bu Word sənədidir. Sənəd səhifələrdən təşkil olunur. Üzərində işlədiyimiz səhifə, yaddaşa verdiyimiz isə adlanır sənəd. Ona görə susma halında dokument bir adıyla yadda saxlanılır. Susma halın hansı haldır uşaqlar? Susma halı ilkin vəziyyət deməkdir. Yəni, mən əl dəyməsəm uşaqlar, bu Word sənədi ilk dəfə yadda saxlananda hansı halda yadda saxlanacaqsa, o susma halıdır. İndi məsələn, birazdan deyəcəm, susma halında sürətli kesilər paneldə 3 element olur. Susma halında falan olur, falan olur. Susma halı, yəni uşaqlar, mən heç bir dəyişiklik eləməsəm, hansı vəziyyətdə olacaqsa, susma halı o haldır. Aydın mı? İndi uşaqlar, Word-ün deməli ən minimal elementi onun hər hansı bir dənə simvoldur. Word sənədi açılanda ekranda sadəcə bir dənə səhifə görünür. Sonra getdikcə bu səhifələrin sayını artırmaq olar. Aydındır mı? Aydın. İndi uşaqlar, gəlir, bu hissə adlanır uşaqlar, pəncərəmizin başlıq sətri. Bura bizim üçün başlıq sətridir. Bura bu hissə pəncərənin başlıq sətridir. Yuxarı hissə. Başlıq sətri həmişə pəncərənin yuxarısında olur. Və demişəm, bunlara niyə pəncərə deyirik? Çünki Windows-un qrafiki interfeysi nə prinsipi idi? Pəncərə. Nə açılıqsa pəncərədə açılır. Bu isə pəncərənin başlıq sətrinin sağ küncündə pəncərənin idarə etmə düymələri yerləşir. X pəncərəni bağlamaqdır. Klaviatura düyməsi Alt F4-dür. Alt F4. Uşaqlar, hamı başlayır klaviatura düymələrini öyrənməyə.
Yadınıza gəlirsə, fərqli kompüterdə klaviatura düymələri var idi. Mən demişdim, siz orada baxın, amma mən bunların hamısını inşallah sonradan keçəcəm. İndi hər klaviatura düyməsi nə deyirəmsə əzbərdən bilinməlidir. Minimum 1, maksimum 2 sualınızdır klaviatura düyməsi. Bu X pəncərəni bağlamaqdır. Klaviatura düyməsi Alt F4'dür. Alt F4. Bunu vurduqda pəncərəmiz bağlanır. Bundan sonra uşaqlar. Bu bir dənə ki, burada 3D element olmağına baxmayın, 4D funksiya yerinə yetirilir. 4 funksiya. Bu X pəncərəni bağlamaqdır. Klaviatura düyməsi Alt F4. Bu bir dənə kvadrat uşaqlar maximize adlanır. Bunu vurduqda pəncərə tam böyüyür. Və bunu vurduqda uşaqlar bu bir dənə kvadrat fırlanır olur. Üst üstə 2 dənə kvadrat. Üst üstə 2 dənə kvadrat isə restore down'dur. Əvvəlki vəziyyətinə bərpa elə. Bir dənə kvadrat maximize. Üst üstə 2 dənə kvadrat isə restore down'dur. Sən pəncərəni əvvəlki vəziyyətinə bərpa elə. Bir dənə xətti isə uşaqlar bu minimize'dır. Bunu vurduqda pəncərə tapşırıqlar panelinə. Bu taskbara enir. Minimize'dir. Pəncərəni minimallaşdırır. Aydındır bu pəncərəni idarə etmə düymələri. Tamam. Bu isə bizim pəncərənin başlıq sətridir uşaqlar. Başlıq sətrinin ortasında uşaqlar, burada bizim sənədimizin adı yazılır. Susmalında dedim dokument 1 olur, genişləmədə docx olur. Pəncərənin başlıq sətrinin sol küncündə Quick Access Toolbar yerləşir. Sürətli keçidlər paneli. Quick Access Toolbar. Sürətli keçidlər panelində susmalında 3 dənə element olur. Save, Undo, bir də Redo. Save'in klaviatura düyməsi Ctrl-S, Undo'nun klaviatura düyməsi Ctrl-Z, Redo'nun klaviatura düyməsi də Ctrl-Y-dir. Undo sonuncu əməliyyatı ləğv eləməkdir. Sonuncu əməliyyatı ləğv eləməkdir. Klaviatura düyməsi Ctrl-Z-dir. Redo isə ləğv olunmuş əməliyyatı yenidən bərpa etməkdir. Klaviatura düyməsi Ctrl-Y-dir. Ctrl-Y. Başqalar. Mən indi uşaqlar, heç bir əməliyyat eləməsəm, Undo yanarmı? Təbii ki, xeyr. Undo nədir? Sonuncu əməliyyatı ləğv eləmək. Bax, indi mənim sonuncu əməliyyatım nədir? F-dı yazmaq, F-dı. Undo sonuncu əməliyyatı ləğv eləməkdir. Klaviatura düyməsi Ctrl-Z-dir. Mən bunu vurduqda, sonuncu əməliyyatı neydir? F-dı yazmaq. Bunu vurduqda, buradan F-dını ləğv eləyəcək. Undo sonuncu əməliyyatı ləğv eləməkdir. Redo isə ləğv olunmuş əməliyyatı yenidən bərpa etməkdir. Klaviatura düyməsi Ctrl-Y-dir. Redo. Nəyi ləğv eləmişdim? F-dı yazmağı yenidən Redo'nu vursam onu oraya qaytarmış olacaq. Undo sonuncu əməliyyatı ləğv eləmək Ctrl-Z. Redo isə ləğv olunmuş əməliyyatı bərpa etmək Ctrl-Y-dir. Aydındır uşaqlar? Müəllim, bir sualım var. Undo düyməsini basanda F-dini təmiz sildi. Amma son əməliyyat D-nin yazılmasıydı. İkisini eyni anda bastım ona görə. Fasilə ilə yazsın olmayacaq. Çatdım. Undo, Redo aydındır uşaqlar. Deməli, sürətli keçidlər paneli. Bura Quick Access Toolbardır. Sürətli keçidlər paneli. Dedim, susmanda 3D element olur. Save, Undo, Redo. Amma bunun yanında ox işarəsi var. Buradan istənilən elementi sürətli keçidlər panelinə əlavə edib və ya onu oradan götürə bilərəm. Word-də 2 dənə xəttkeş olur. Bir şaquli xəttkeş, bir də üfüqi xəttkeş. Şaquli, bir də üfüqi xəttkeş. Mesaj gəlir. Şaquli, bir də üfüqi xəttkeş. Burada uşaqlar, xəttkeşin sağ küncündə burada View ruler var. Xəttkeşi gizlətmək üçün. Bunu vurduqda xəttkeş gizlənib gəlir. View ruler. Xəttkeşi gizlədib gətirmək üçün. Pəncərənin aşağı hissəsində uşaqlar vəziyyət sətri yerləşir. Bu hissə vəziyyət sətridir. Vəziyyət sətri. Vəziyyət sətri həmişə pəncərənin aşağı hissəsində olur. Vəziyyət sətri pəncərənin uşaqları həmişə aşağı hissəsində olur. Bu hissədə gördüyünüz kimi. Bura başdan axıra qədər hamısı vəziyyət sətridir. Vəziyyət sətrində bizim cari sənədimiz haqqında məlumatlar göstərilir. Cari sənədimiz haqqında məlumatlar. Burada görürsünüz uşaqlar, birinci olaraq nə yazıb?
page 1 of 14. Bu nə deməkdir uşaqlar? Gəlin bu yazım bura. Burada yazıb uşaqlar. Page 5 of 14. Yəni 14 səhifəlik sənədin hal-hazırda 5-ci səhifəsindəyəm. Kursorun 5-ci səhifəsində. 14 səhifəlik sənəddə hal-hazırda 5-ci səhifəsindəyəm. Bu Word mətnimdə olan bütün sözlərin sayıdır. Ümumi sözlərin sayı. Sonra bu orfoqrafiyanın yoxlanması üçün dildir, bu makrosdur. Bunlara qaydacam uşaqlar olsun tez-tez keçirəm üstündən. Bundan sonra uşaqlar, burada Word-ün görünüş rejimləri gəlir vəziyyət sətrində. Word-də 5 dənə görünüş rejimi var. 5 görünüş rejimi. Sonra bu görünüş rejimləri haqqında danışacağım. Bu da uşaqlar bizim üçün miqyasdır. Miqyas. Word-də minimum miqyas 10, maksimum miqyas 500 olur. Minimum 10, maksimum miqyas 500 olur. Ümumiyyətlə uşaqlar soruşsalar miqyas nə üçündür? Miqyas mətn sahəsini bizə yaxınlaşdırıb, bizdən uzaqlaşdırmaq üçündür. Ancaq mətn sahəsini. Daha gedib yazmayın, pəncərəyə bizə yaxınlaşdırır. Pəncərəyə yaxınlaşdırır, ancaq mətn sahəsini, yəni səhifəni bizə yaxınlaşdırıb uzaqlaşdırmaq üçündür. Müəllim, o page 5 of 14 var ya, o kursorun hansı səhifədə olduğunu göstərir, yoxsa hansına baxdığımızı? Eyni şeydir də. Kursorun baxdığım yerdə olur da əslində. Qayda qanunla, yəni boş-boş niyə gətirim? Amma belə gəldiyim səhifəyə göstərir. Ekranda olan səhifəni. Amma heç vaxt o sualı verməzlər. Yəni ekrana o səhifəyə gətirirəmsə, kursoru ora gətirəcəm mənasını verir. Sonra uşaqlar. Bu pəncərənin ümumi görünüşü haqqında. İndi uşaqlar, Word-də artıq gəlirik əsas hissəmizə. Bu hissə adlanır lenta. Buradan başlayaraq kursorumu görürsünüz. Bax, buradan axıra qədər bu hissəmizin hamısı bizim üçün uşaqlar lentadır. Bax, bura bizim üçün lentadır. Lent gedir. Bunlar uşaqlar home'dur, insert'dur. Bunlar lentin tab vərəqləri gedir. Bunlar bizim üçün tab vərəqləridir. Artıq Word-də menü anlayışı deyilmir. Bunlar bizim tab vərəqlərimizdir. Word-də əsas 10 dənə tab vərəqinin adını biləcək uşaqlar. Belə 13 də əsas tab vərəqi var. 10 dənəsinin adını bilsəz elə kifayətdir. Word-ün əsas tab vərəqləri hansılardır? Home, insert, page layout, reference, mailings, review, view. Bunlar Word-ün əsas tab vərəqləridir. Home, insert, page layout, reference, mailings, review, view. Bunlar Word-ümüzün əsas tab vərəqləridir uşaqlar. Bundan başqa 3 dənəsi də var. Outline, developer, add-ins. Bax, bu 10 dənə bizim Word-ün əsas tab vərəqləridir. Ona görə Word-ün əsas tab vərəqlərini seçdiyəndə home, insert, page layout, reference, mailings, review, view, developer, add-ins, bir də outlining. Bu 10 dənə Word-ün əsas tab vərəqləridir. O biri 3 dənə bura yerləşdirməmişik, çünki o biri 3 dənənin içini öyrənməyəcək. Biz ancaq bu 7 dənənin içini öyrəndik. Amma bilməlisən ki, Word-ün əsas 10 dənə tab vərəqinin adını bilməlisən. Əsas tablarımız. Avtomatik sual çıxır ki, müəllim, fayl tab vərəqi deyilmi? Uşaqlar, fayl da tab vərəqidir. Amma fayl məxsusi tab vərəqi adlanır, məxsusi tab vərəqi. Yəni, bu faylı əsas tab vərəqlərinin içində saymırıq. Amma desələr ki, fayl tab vərəqidirmi? Bəli, fayl da tab vərəqidir. Amma fayl məxsusi tab vərəqi adlanır. Fayl özünün xüsusi görünüşündə açılır. Yeganə burada uşaqlar, buradakı bütün tab vərəqlərini mən buradan götürə bilərəm. Özümdən tab vərəqi düzəldə bilərəm. Bunların için düzəldə bilərəm. Nə istəyirsən eləyə bilərsən bu lenta üzərində. Amma yeganə tab vərəqi fayl tab vərəqidir ki, uşaqlar. Buna əldə edə bilməzsən. Bu peçatdır, qalagrama. Daima burada qalır. Və bütün ofis proqramlarında var bu. Excel'də də var. PowerPoint-da var və hamısında içi eynidir. Daha artıq uşaqlar biz Word-də məsələn üçün 4-5 dərsə keçirirsə, Excel 3 dərsə qutarır, PowerPoint 1 dərsə qutarır. Yəni onların hamısı da mən Excel-də bir də təzədən bu sənə faylı danışan deyirəm. İndi bir dərsimiz bu faylə həsr olunacaq, amma Excel-də da bu danışılmayacaq. Bir dərs buradan qabağa düşürük, yəni belə deyim sizə. Aydın olur hamıya. Ona görə də tam qüvvəvizlə Word-ü oxuyursunuz. Tam qüvvəvizlə. Word-ü bildinsə Excel və PowerPoint çox rahat gedəcək. Çox.
Word-ü bilmədinsə, ümumiyyətlə obrisləri da normal bilənməyəsən. Çünki mən bunları bir də danışan deyirəm. Word-də bilmirsənsə bu nədir, burada da bilməyəsən. Ona görə uşaqlar, fail desələr tab vərəqidirmi? Bəli, tab vərəqidir. Amma məxsusi tab vərəqi adlanır. Əsas tabların içində sayılmır. Lentanın uşaqlar, lentanın bu hissəsində uşaqlar 2 dənə element var. Bunun biri help düyməsidir. Help. Klaviatura düyməsi F1'dir. F1. Yeganə əmr help əmridir ki, uşaqlar, bunun cari sənədə heç bir aidiyyəti yoxdur. Bu ümumi Microsoft Word proqramı haqqında məlumatdır. Ümumi Microsoft Word proqramı haqqında məlumatdır bu help. Bunun cari sənədimizə heç bir dəxliyyatı yoxdur. Ümumi Word proqramı haqqında məlumatdır. Help hər yerdə klaviatura düyməsi F1'dir. Sual işarəsi. F1. Bu isə minimize ribbondur. Lentanı gizlədib gətirməkdir. Klaviatura düyməsi Ctrl F1'dir. Ctrl F1. Minimize ribbon. Lentanı gizlədib gətirmək üçün. Aydın da hamıya. Minimize ribbon. Lentanı gizlədib gətirmək. Deməli uşaqlar, bunlar oldu. Word-ün əsas tab vərəqləri. Home, Insert, Page, Layout, Reference, Mailings, Review, View, Developer, Add-ins, bir də Outline. Bunlar bizim əsas tab vərəqlərimizdir. Hər bir tab vərəqinin də uşaqlar özünün qrupları vardır. Mən indi hal-hazırda hansı tab vərəqindəyəm? Home tab vərəqində. Home tab vərəqinin qrupları hansılardır? Hər xətlə ayrılan bir qrupdur. Home'un qrupları Clipboard, Font, Paragraph, Styles, Editing qrupları. Hər qrupun da uşaqlar içində əmrləri vardır. Və sən tab vərəqinin qrupları, həmin qrupun içindəki əmrləri baxmadan, əzbərdən bilməlisən. Hərəsi nə üçündür, nə işə yarayır, hansı da harada yerləşir. Məsələn, Stava səndən soruşuram. Page layoutda arrange qrupu. Sən avtomatik deyə bilməlisən. Wrap text, position, bring forward, send backward, selection pane, align, group, rotate. Ya bunları sayı bilməlisən. Hər tab vərəqinin özünün qrupları var. Məsələn, review'nun qrupları proofing, language, comment, tracking, change, compare, protect. Yəni hər tab vərəqinin qrupları, qrupun içindəki əmrlər. Aydındır hamıya öyrənmək forması. Kimə nə aydındır? Word-ün ümumi strukturudur. Uşaqlar, kimsə beynində həyəcanlı bir şey yaşamasın ki, bu nətər öyrənir. Valla, mənim fikrimcə, mən Home-u bir dərsə keçirəm məsələn üçün. Faili biləm. Bunun içindəki elementləri ümumi saysam, bunların hamısını başdan axıra qədər saysam. Uzaq başı deyirəm, 40 dənə element eləyər. 40 dənə adı sən normal şəkildə əzbərləyə bilməmək, yəni mümkün deyil. Yəni, mən elə bir insan tanımıram. Təsəvvür elə, ingilis dilində 40 dənə sözü sənə verirlər ki, 3 gün öyrən. 3 günə 40 dənə sözü öyrənə bilmirsən ingilis. Yəni, bu mümkünsüz bir şeydir də. İndi burada heç ingiliscə də lazımdır. Azərbaycanda da bilsin kifayət. Ona görə də hamı tam formada öyrənsin. Yalandan deməsin öyrənəmirəm. Öyrənməyən, yəni özünə problemdir, yəni öyrənsin. O ki qaldı uşaqlar. Əmrlər 3 dilin 3-ündə də düşür. Yəni, bu forma. Məsələn, home yazmaq istəyirsə, yazır home. Mötərizədən indi day rus dilinə çevirmirəm. Yazır qlavnaya, yazır ev, Azərbaycan dilində. Bir də slash işarəsi qoyur. Sonra da rus hərfləri ilə yazır qlavnaya. Aydın da hamıya. Heç kim Azərbaycan dilində öyrənməyə cəhd eləməsin. Ev nədir? Yəni belə bir şeylərdən öyrənmir. Azərbaycan dilində çox, yəni bu testlər falan tam tapa bilməyirsiniz. Ya rus, ya ingilis dilində öyrənirsiniz. Məsləhətim ingilis dilindədir, çünki bütün testlərimiz ingilis dilindədir. O ki qaldı uşaqlar. Lazım deyil hər şey ingilis dilində öyrənmək. Heç mən bunun ingilis adını bilmirəm. Bu deyəsən ki, funksiyası. Mənə lazımdır ki, məsələn, deyirəm sabah font say, fontun içində nə eləyən əmrlər var deyə biləcəm. Deyirəm, mənim şrift, hərfin rəngini dəyişə bilirəm, hərfi qalın yaza bilirəm, nə bilim, əyri yaza bilirəm, nə eləyə bilirəm, nə eləyə bilirəm. Eləyə biləcəkləri sən mənə hamısını saya bilsin, kifayətdir. Aydın da hamıya öyrənmə forması uşaqlar. Kimə nə aydın dörsə desin. Açıram fail tab vərəqini uşaqlar.
Faylın bu görünüşünə backstage view görünüşü deyilir. Backstage view. Niyə backstage view deyilir uşaqlar? Back arxa stagedə səhnədir. Mətn sahəsi arxa planda gizlədilir. Və digər tab vərəqlərinə keçəndə home'dur, insert'dur. Digər tab vərəqlərinə keçəndə mətn sahəsi burada qalır. Mətnimizi görürük, səhifəmizi. Amma yeganə fayl tab vərəqidir ki, bura keçəndə mətn sahəsi arxa planda gizlənilir. Və ona görə də faylın bu açılışına backstage view görünüşüdür. Fayl açılanda həmişə info da açılır. Info kateqoriyasının üstündə açılır. Faylda uşaqlar bir əmrlər var, bir də faylda kateqoriyalar var. Faylda qarşısında işarəsi olanlar adlanır əmr. Və işarəsi görürsünüz də, yəni qabağında piktogram kimisi var. Qarşısında işarəsi olanlar adlanır əmr. Qarşısında işarəsi olmayanlar isə adlanır kateqoriya. Keçən ilin qəbul sualı, açıq sualıdır. Faylın kateqoriyalarını seçin. Bax uşaqlar, əmrlərimiz hansılardır? Save, save as, open, close, option, exit. Bunlar faylın əmrləridir. Dayısama mən səndən soruşanda demək işarəsi olanlar. Adlarını deyə bilməlisən. Save, save as, open, close, option, exit. Bu 6 dənə faylın əmrləridir. Faylın kateqoriyaları hansılardır? Info, recent, new, print, save and send, help. 6 dənə əmrdir, 6 dənəsi kateqoriyadır. İşarəsi olanlar əmr, olmayanlar isə adlanır kateqoriya. Aydındır uşaqlar, bura gedir. Kimin sualı var bura qədər dediyimə dair? Gələn səfərə hamı bu Word-ün ümumi strukturunu öyrənir. Sual var nəsə? Ümumi strukturunu deyəndə ki... Nə danışdım o? Hə, nə danışdım? Nəysə, Word-ün ümumi görünüşünü danışdım. Nə bir şey, nədir? Pəncərən nədir, nədir? Belə qısa-qısa hamısı. Nə danışmışam o da yəni konkret. Uşaqlar, 10 dəqiqəlik səslə danışsam, Word-də onu öyrənin. Üst-üstə yığılmasın. Word-də nə qədər danışılıb öyrənsin. Bax, 21 dəqiqəlik səsdir. Elə öyrənsən ki, yəni bundan bir dənə də o yəni olmasın. Fəxri dayandıra bilərsən, qardaş. Mən bir şey soruşum. Dediniz ki, nə danışmışsınızsa... Hər hansı bir yazını, o kimi hərfini səhv yazmışsan. Məsələn, mən bu M hərfini yaxınlaşdırım, biraz yaxşı görürüm. Kursorum görürsünüz arada M. M ilə N-nin arasında. Tamam. İndi uşaqlar, mən bura T hərfi yazaramsa, düz ortasına yazacaq T. Bunu hamı bilir də. N ilə T-nin M ilə N-nin arasına T yazacaq. Tamam. İndi mən istəyirəm ki, uşaqlar, bax, mən olunması sözü deyil. Bunu səhv yazmışam. Olun tası olmalıdır. Bu M-nin əvəzinə T olmalıdır. Normalda biz necə edirik? Bu M-ni silirik, sonra götürüb bura T yazırıq. Amma ondansa uşaqlar, bizim burada insert əmrimiz var ki, yəni insert klaviatura düyməsini basanda, yəni overtype-dır bu, overtype. Bunu vurduqda uşaqlar, artıq mən T yazanda kursordan sonraki simvolla əvəz edir. Baxın, inserti vurdum, bax vurdum. Ücə overtype-dir. Ücə insert aktivləşir. Mən indi T-ni bassam, M-ni əvəz edib T yazacaq, bax. İndi məsələn üçün bir də Y yazsam, A-nı əvəz edib Y yazacaq. E yazsam, S-nı əvəz edib E eləyəcək. Da artırmır simvolları. Özündən sonraki simvolla əvəz edir yazdıqca. Aydındır? Tamam. İndi bizdə belə idi ki, deyir ki, bunun üçün... Sərt diskdə saxlanılır